Əziz uşaqlar, bugün Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar bura toplaşmışıq. Hər birimizin çox sevimli bir şairi olub, şairidir, Allah rəhmət eləsin ona. Onun bir şeirini demək istəyirəm sizə. Demək olar ki, kiçikdən böyüyə kimi hamımıza aiddir. Böyümə keşki ilə uşaqlıqda mən boyumu ölçərdim gündə 100 kərə. Bəzən gileylənib kiçikliyimdən qibtə ilə baxardım mən böyüklərə. Özümü həkimə, gah müəllimə, gah da mühəndisə mən bənzədərdim. Atamın hər kiçik hərəkətini böyük bir həvəslə təqlid edərdim. Üzüm tüklənəcək bəsinə vaxtaya. 10 dəfə baxardım gündə 100-giyə. Yaşımı deməyə mən utanardım, özümdən böyüyü xoşbəxt sanardım. Böyümək istərdim mən gündə 1 yaş. İstərdim tez ötsün. Aylar, fəsillər, həftələr keçdiksə hey yavaş-yavaş deyirdim nə yaman lən keçirirlər. İllər lən keçmədi bir anda illər, bir insan ömründən kam aldı keçdi. Bir zaman gördüm ki xeyli yaşım var, illər saçlarıma dən saldı keçdi. Dəyişir insanda məhəbbət, həvəs, illər də ömürdən getmir boş yerə. Bugün böyüklərə deyil nədən bəs, qibtə ilə baxıram mən kiçiklərə. Başımız işlərə qarışır yaman. Heç bilmirik ki, axşamlar nə zaman düşür. Yam-yaşıl gördüyün dünənki yarpaq bir də görürsən ki, budaqdan düşür. İllər çox sürətlə ötür dalbadal. Bir anda dağların qarı sel olur. Gözümüzü yumub açınca dərhal həftələr ay olur, aylar il olur. Min gediş, min gəliş olur bir anda. Sanki bir-birini qovur nəsillər. Mən hər yeni ili qarşılayanda deyirəm, nə yaman tez keçirirlər. Deyin, hara belə tələsirsiniz. Sizsiniz ömrümüzün yelkəni illər. Mən sizi qovardım uşaqlığında. İndi qovursunuz siz mən illər. İndi qovursunuz siz mən illər.